Mən Azərbaycanı, öz ölkəmi, vətənimi çox sevirəm. Amma bunu dilə gətirməyə utanıram. Bilirsiniz niyə? Çünki bu ölkəni, dövləti, vətəni o qədər mənasız adamlar sevirəm deyə. Gözümüzdən. O qədər mən gedib o cərgədə görünmək istəmirəm. Mən vətənin qırıq sökük, əzik üzük yerlərini sevirəm. Mən bu vətənin ömür boyu məsələn ən bahalı restoranlarında oturmamışam, ən bahalı evlərində yaşamamışam. Bunun ən turistik belə yüksək bahalı yerlərində gedib istirahət eləməmişəm, dincəlməmişəm. Mənim hələ özümün bu ölkədə, bu vətəndə müstəqil bir evim yoxdur. Elmlər Akademiyasının çayxanasından kənara çıxanda elə biləm xaricə getmişəm. Ay Kərəmi. Vətən sevgisindən danışırlar. Sənin vətən sevgin səmimidir yoxsa mənim?